Tanınmış aktyor Cövdət Şükürov ailəsində sevinç yaşanır. O, üçüncü dəfə ata olub. Müsavat.com xəbər verir ki, aktyorun yeni doğulan qız övladına Zərifə adı verilib. Bu gözəl xəbər sənətçinin sənət yoldaşları və pərəstişkarları tərəfindən böyük sevinclə qarşılanıb. Qeyd edək ki, Cövdət Şükürov hazırda aktrisa Gülçin Qasımova ilə ailə həyatı qurub. Onların münasibətləri sənət aləmində bəyənilən cütlüklərdən biri kimi tanınır. Bu yeni doğulan körpə onların birgə həyatlarının ilk övladıdır. Cövdət Şükürovun bu üçüncü evliliyidir. Onun ilk evliliyindən artıq 2 övladı var. Beləliklə sənətçi 3 övlad atası olaraq həm ailə, həm də sənət yolunda uğurlarını davam etdirir. Yeni doğulan körpəyə Zərifə adının verilməsi də diqqətdən qaçmayıb. Bu ad zərifliyi, incəliyi və qadın gözəlliyini təcəssüm etdirir ki, bu da valideynlərin körpəyə bəslədikləri böyük sevgidən xəbər verir. Aktyora və ailəsinə körpə Zərifə ilə birlikdə sağlam, uzun və xoşbəxt bir ömür arzu edirik.